Mən sizin oxucunuz idim. Reyslər üzərinə uzanmış adam romanını oxuyandan sonra siz məni itirdiniz. Deyir ki, mən sizin bütün kitablarınızı hədiyyə verdim. Deyir, reysləri oxudum, orada Məsumənin hadisəsinə çatdım. Bu qatar stansiyasında əyləşib anasını gözləyir. Deyir, kitabın o yerindən sonra kitabı bağladım və çıxdım qatar stansiyalarını gəzməyə və inanırdım ki, Məsumə ordadır və mən onu qucaqlayıb isidəcəm və evimə gətirəcəm. Azərbaycan televiziyasında bir verilişə dəvət eləmişdilər. Dedilər ki, verilişdən sonra buranın rejissoru sizi ilə görüşmək istəyir. Bir xanım idi. Onunla görüşdüm. Deyir, o kitabdan sonra artıq deyir sizlərin kitabını oxumuram. Düzdür, könlünü aldım. Bəzən yazıçı qəddar kimi görsənir. Çünki reallıqla üzləşmək istəmirik. Reallıq bizi doğrudan da incidir. Bizlər meyilliyik ki, həqiqətdən qaçaq. Çünki o reallıq məni o qədər yandıracaq ki, mən razıyam ömrümün sonuna qədər o reallıqla üzləşməyim. Reallıqla əslində üzləşmək lazımdır həyata davam etmək üçün, öz həyatımızı düzgün qurmaq üçün, cəmiyyətimizi düzgün qurmaq üçün. Bəzən mentalitetin acı həqiqəti ilə də üzləşmək lazımdır. Bəzən ailə problemlərimizin kökü nədir, onu ilə üzləşmək lazımdır. Bəzən hansısa fərdlərimizin, bu kişilərimiz ola bilər, bu kimlərsə ola bilər, onların problemi nədir, səhvləri nədir, öz səhvim nədir, onunla üzləşmək lazımdır.